Dostlar, belə bir eyvəcər sual var. Gəlin bu sualın həllinə baxaq. Deməli, burada kosinüs kvadrat var, burada kosinüs sualı var. Dərəcəni aşağı salma düsturunu burada tətbiq edək. 4-ü saxladıram. Kosinüs kvadrat alfanın düsturunu açıram. Deməli, kosinüs kvadrat 72 nəyə bərabərdir? 1 üstə gəlsin kosinüs 2 vurulsun 72. Kosinüs 2 alfa, yəni kosinüs 144 bölünsün 2. Üstə gəlsin 2 kosinüs 72. Bunun hamısında dərəcə var başında. Mən yazımda mənə satdallar. Mənsə omega zarlara ehtimal. Çəkdik, elə deyil. İndi buradan 4 ilə 2-ni aparandan sonra avtomatik burada ilə 2 vurulsun, bu qalır. Bunu yazandan sonra belə də çox yer tutmasını deyiləm. Açaq 2, üstə gəl 2 kosinüs 144 dərəcə, üstə 2 kosinüs 72 dərəcə çəkdik. Bu taxta lövhənin üstün cəhəti odur da. İndi burada 2 çıx 1-ə bir başa, 1-ə aparayım buradan, sıraya yazayım. 1 üstə gəlsin, belə, daha güzel uzun yazmayayım. Bunu indi belə yazandan sonra, gəlin buradan 2-ni də çıxardım məsələcək xərcindən. Qarına 1 üstə gəl 2 kosinüs 144 üstə kosinüs 72. Elə deyil dərəcələrində. İndi belə yazandan sonra 1 üstə gəl 2, yəni saxladım. Kosinüs alfa üstə gəlsin, kosinüs bettanın düsturu var. O da nəyə bərabər olar? 2 yenə də kosinüs alfa plus beta bölü 2, 144 üstə 72, 216 bölü 2 kosinüs 108 dərəcə. 144'ə 72 sıxılır, 72 böldüyü 2, 36, kosinüs 36. Aha, indi belə yazandan sonra, gəlin belə açaq. Deməli, 1 üstə gəlir 4, çünki 2 var, 4 kosinüs. İndi baxın, 180 dərəcənin də kosinüs 90 plus 18 kimi yazandan sonra 90 12 sinus. Burada mənfi sinus olacaq, mənfi sinus 18 dərəcə. Yazar burada mənfi sinus 18 dərəcə. Burada da 36'ını saxladan verirlər. Dərəcələr. Deməli, 1 mənfi gəldi əvvələ çıxılsın 4 sinus 18 kosinus 36 sinus 18 kosinus 36. Yəni burada sinus 18'i əzbər bilənlər ola bilər aranızda, amma mən yerine qoymuram. Olsaydı burada əvvəldən qoyardım. Ona görə də deməli, burada nə yeri gedir bundan sonra? Hər tərəfi bu sinus 18 kosinus 36 gələn qradı tapar. Sinus 18 vur kosinus 36. Bunu tapmaq üçün hər tərəfi 2 sinus 18'e vurur, 2 kosinus 18'e vurur. Böyle. Böyle yazandan sonra baxın. 2 kosinus alfa, sinus alfa. 2 sinus alfa, kosinus alfa. Sinus 2 alfa vermeyin. Bu özü eləyir sinus 36. Yukarıda qaldı sinus 36. Bu kosinus 36. Aşağıda 2 kosinus 18'imiz qalıb. Yani indi sinus 36, kosinus 36. Yine her tarafı 2'ye vururum. Vurdum 2'ye, buradan 4 yazdım. Burada da 2 sinus alfa, kosinus alfa. Özü neye beraber de sinus 72. Yani beraber de sinus 72 derece bölünsün 4 kosinus 18 derecələ. Kosinus 18 90 çıxılsın 72'dir deyə bunun yerinə sinus 72 qoyabilirim. Sinus 72 yazandan sonra bu eləyir 4'də 1. 4'də 1 gəl elə də qoy bunun yerinə. Bərabərdir 1 çıxılsın 4 vurulsun 4'də 1. 1 çıxılsın 1 0 bu da sonra 0 alanda adam həbəsər bir şey istəyir. Geçsin. Başqa işlərlə başqa olsun. Sağ olun. Sağ olun. Təşəkkürlər.